Hər vaxtınız xeyir. Bu gün artıq sizinlə seriyamızın 6-cı dərsindəyik və bu gün artıq Excel-ə başlayırıq. Excel-də müəyyən funksiyaları və cədvəllərdə və böyük datalarda işləməkdən danışacağız. Start emailimi açdım, Excel yazdım və proqramımıza daxil oldum. Görüntü olaraq görürəm ki, Word ilə eyni interfeysə malikdir. Eyni formada Home, New, Open bölməmiz aşağıda bu iki parametrimiz. Yenə Option bölməsindən Language-dən dili dəyişə bilirik. Bunlarla vaxt itirməyək, gəlib birbaşa yeni bir səhifə yaratdıq. Səhifəmizi yaratdıq, yuxarı hissəyə baxsaq görərik ki, təqribən Word ilə eyni xüsusiyyətlərə malikdirlər. Amma səhifəmiz artıq xanalara bölünüb və aşağı hissədə belə bir məlumatımız var. Bu artıq sheetimizdir. Və belə düşünsək ki, Excel bir dosyadır və onun içində artıq müəyyən səhifələr olacaq. Misal üçün bir hesabatınız var, bu formada izah edim. Bir hesabatınız var, aylara və ya müəyyən filtrlər yoxlaraq ayırmaq istəyirsiniz bir-birinizdən. O zaman nə edirik? Gəlib yeni sheetlərə yaradırıq. Baxın, bunlar hamısı bir-birindən asılı olmayan ayrı sheetlərdir. Yaxşı, desək ki, bəs bu sheetlər yanında, bunlar nə üçündür? Əvvəlcə siz mövzuya keçmədən gəlin bunların adını dəyişmə və bunların üzərində funksiyalarını danışalım. Üzərində sağ düyməni vurduqda belə bir funksiyalarımız var. Hamısını danışmasaq da silmək və yeni adlatma funksiyamız var. Daha rahat yolu üzərinə gəlib 2 dəfə sol düyməyə toxunsaq, rename bölməsi aktiv olur. Misal üçün deyək ki, bu bizim mart ayı hesabatımız olsun. Sheet 2-yə keçsək də bunun üzərinə misal üçün fevral ayı hesabatı yaza bilərik. Yəni artıq burada olan hər hansı bir data məlumat mart ayına heç bir aidiyyəti olmayacaq. Burada da ayrı bir hesabat apara bilərsiniz. Artıq sheetlərlə işləməyi, sheetlərin nə üçün olduğunu anladıq. Yuxarı hissənin parametrlərinə gəlmirəm, çünki bunları artıq Word-də izah etmişəm. Burada artıq yeni funksiyalar, yeni parametrlər oldusa, sizə yeni işləri göstərəcəm. İlk əvvəl başlayırıq hansı funksiyalarımızdan. Ümumiyyətlə başlayan Excel-in daxili ana funksiyalarından. İlk əvvəl bir xananın tərkibində 3 müsbət işarəmiz var. Bunlar bir-birindən vizual olaraq fərqlənirlər. Yəni nə deməkdir? Və vizual olaraq fərqləndikləri kimi həm də funksiyaları ilə fərqlənirlər. Misal üçün bura hər hansı bir söz yazırıq və ya deyək ki, Excel yazalım. Hər hansı bir söz yazmışamsa, baxın, toxunduğum xana adlanır aktiv xana. Ətrafı belə yaşıl borderlərlə, sərhədlərlə çevrilmiş olur. Digər xanalar deaktiv xanadır. Yəni bu nə deməkdir? Mənim klaviaturadan əlavə etdiyim bütün məlumatlar aktiv xanaya daxil olacaq. Və aktiv xananın tərkibində 3 müsbət işarəsi var. Baxın, biri tərkibində olan ağ rəngdə olan, digəri kənarlarında olan. Baxın bu işarə. 4 kənarında da var. Bir də sağ küncündə sadəcə baxın, sadəcə burada kiçik müsbət işarəmiz. Hər birinin funksiyası fərqlidir. Birinci ağ rəngdə olan bu nə üçün? Biz xanaları seçmək və ya belə deyək ki, seçib onların üzərində müəyyən parametrləri aparmaq üçün istifadə edirik. Digər dörd tərəfində yerləşən bu işarə. Bu işarə müəyyən xananı kəsib və ya müəyyən xanalar, müəyyən cədvəlləri kəsib fərqli mövqelərə aparmaq üçün istifadə olunur. Digər funksiyamız isə kiçik müsbət işarəmiz. Bu məlumatı hələ ki tekstləri kopyalamaq üçün istifadə edirik. Gələcəkdə bundan çox istifadə edəcəyik. Baxın, hər tərəfə aparırsam məlumatlar kopyalandı. Ondan savayı olaraq deyəcəyimiz belə bir məlumatlar var. Excel sətr və sütunlardan ibarətdir. Yəni sütunlarımız hərflərlə, alfabet hərflərlə verilib. Sətirlərimiz isə artıq bizim sıralamamızdan verilib. Rəqəm sıralamamızdan verilib. İlk əvvəl gəlin kiçik bir cədvəl yaradıq. Biz cədvəl yaratmaq üçün Excel-də nə edirik? Kiçik bu müsbət işarəmizlə baxın, ağ rəngdə mərkəzdə olanlar. İstədiyimiz ölçüləri seçirik. Deyək ki, mən bu ölçülərdə bir cədvəl yaratmaq istəyirəm. Artıq bizim font bölməmizdir. Baxın, Home-un font bölməsində. Burada borderimiz var. Buradan All Border seçərək cədvəlimizi yarada bilirik. Cədvəli yaratdıqdan sonra əlbəttə yaxşı olardı ki, biz bunun başlıq hissəsini biraz digər cədvəldən fərqləndirək və gəlirəm bu formada arxa plan verirəm və hərf rənglərini də dəyişib bəyaz edir. Eyni formada buradan Ctrl-B ilə tündləşdirir. Artıq bura mən gəlib işarəmi yazıram. Deyək ki, burada ad olsun. Bu hissəmizdə olacaq bizim artıq maaşımız və biz burada artıq yeni funksiyalara başlayacaq. Bu funksiyalardan hələ ki sizə danışmamışam. İlk əvvəl baxıram ki, məlumatlarımı doldurdum. Amma bəzi xana mənim məlumatıma görə çox böyükdür, bəziləri isə mənim məlumatlarıma əsasən çox kiçikdir. Yəni mən bura yeni maaş yazmışam, amma xanama yerləşmir. Excel-də artıq hər bir sütunun və hər bir sətrin sərhədləri var. Bu sərhədlərdə fərqli bir plus işarəsi ilə göstərilir. Yəni mən istənilən belə deyək ki, sətrin və ya sütunun sərhədinə yaxınlaşsam, baxın deyək ki, yeni maaş harda yerləşir? G sütununda. G sütununda baxın belə bir işarə var. Bu ümumiyyətlə sütunu seçmək üçündür. Amma bizə lazım olan işarə bunun artıq sağ sərhədində yerləşən baxın bu işarə. Bu işarədən biz cədvəllərdən sütunların və ya sətirlərin sərhədlərini dəyişmək üçün istifadə edirik. Baxın artıq daha böyükdür və ya daha kiçildə bilər. Və ya 2 dəfə üzərində sol düyməni vuraraq avtomatik olaraq özünün ölçülənməsini təşkil edə bilərəm.
veya burada üzerine 2 dəfə toxunsam avtomatik olaraq özü düzənlənəcək. Əlbəttə fərqli formada da edə bilərik. Misal üçün, hamısının eyni olmağını və ya hamısının fərqli-fərqli eyni ölçülərdə olmağını istəyiriksə, baxın, sol tərəfdə belə bir işarəmiz var. Bu bizim bütün cədvəlimizi seçir. Eyni formada bizim üçün Ctrl-A funksiyasını yerinə yetirir. Baxın, bütün cədvəli seçdim və istənilən bir sütunda və ya xananın ölçülərini müəyyənləşdirsəm, artıq bütün sütunlar eyni ölçüdə olacaq. Misal üçün, hamısını kiçildirəm. Baxın, hamısı kiçildi. Hamısını daha böyüdürəm, hamısı böyüdü. Bu eyni formada bizim sətirlərimiz üçün də keçərlidir. Böyütdüm və hamısı böyüdü. 2 dəfə vurmaqla avtomatik halına gətirə bilərəm. Deyim ki, bu formada cədvəlimiz yarandı. İndi cədvəlimizin üzərində işləyək. İlk əvvəl görürük, bizim burada artıq deyək ki, müəyyən bir işçilərimiz var. Hətta işçiləri bu formada adlandırım və bu formada aşağı çəkdim və fərqli-fərqli görürük ki, işçilərimiz var. Yaxşı, bəs biz bu işçilərimizi necə sıralamalıyıq? Yəni, ümumiyyətlə sayını bilmək üçün, hələ ki, və ya yanında sıralamanı bilmək üçün, neçəncə olduqlarını adlandırmaq üçün müəyyən sıralamadan istifadə etməliyik və bizim bura gəlib əllə 1, 2, 3 bu formada yazmağımız çox problem ola bilər. Çünki indi cədvəlimiz kiçikdir, amma artıq böyük datalarda bu çox böyük problemə səbəb olur. Avtomatik rəqəmləmək üçün biz bu funksiyadan istifadə edirik. 1 yazırıq, baxın, başlanğıc rəqəmimizi 1 yazmaq məcburiyyətində deyilik, 5 də yaza bilərik. Yəni 5-dən də başlamış müəyyən cədvəllər var. 1 yazırıq və artıq dedik ki, bizim sağ küncümüzdə belə bir işarə var. Bu müəyyən məlumatı datanı kopyalamaq üçün istifadə olunur. 2 dəfə toxunuram və aşağı çəkirəm. Baxın, avtomatik olaraq hamısına 1 yazır. Və bizim burada fill option adında bir bölməmiz yaranır. Biz burada toxunsaq, baxın, fill series, yəni avtomatik seriyalandır. Və bu funksiyanı aktiv etsəm, görərəm ki, 1-dən 8-ə qədər avtomatik olaraq sıralandı. Yaxşı, bəs 1 deyil də 4 yazsaydım. Gəlib yoxlayıram, yenə buradan aşağı çəkirəm, gəlib buradan seriyanı seçirəm və görürəm ki, 4-dən başlayaraq 11-ə qədər sıralandı. Bunu normal formada həll edirik. Əlbəttə, bunun fərqli yolları da var. Fərqli yolları artıq zamanı gəldiyində danışacağıq. Bu formada sıralama verdik. Ardınca gəlirik maaş bölməsinə. Deyək ki, hər bir işçimiz müəyyən maaş alır. İndi bunları siz əlbəttə bilmirsiniz. Deməli, baxın, hər birinə fərqli-fərqli maaşlar qeyd etdik. İndi baxıram ki, bunlar artıq sadəcə ədəd formasında. Yəni, bunların yanında maaş olduğunu göstərəcək bir işarə yoxdur. Yəni, biz bu xanaları formatlamalıyıq. Format nə deməkdir? Yəni, bir növ yanına hansı dəyərə malik olduğunu göstərməliyik. Dollarsa dollar, faizsə faiz, pulsa pul, o formada. Hamısını seçirəm, baxın, ağ müsbət işarəsi ilə gəlib bütün xanalarını seçdim və bizim burada yeni bir bölməmiz var, number bölməsi. Number bölməsindən general bölməsindən gəlib, baxın, istədiyim formatı seçə bilərəm. Tekstdən ta sadə formata qədər var, yəni formatsız. Biz gəlib hələ ki, buradan currency mövzusunu seçirik, currency-ni seçdik və görürük ki, artıq yanına manat işarəsi verildi. Yaxşı, bəs biz başqa valyuta istəsəydik, dollar, euro və s. Baxın, currency-nin aşağı hissəsində belə bir, zaten üzərində şəkildən də görsənir ki, bu pul formatıdır. Üzərinə toxunuram və buradan da istədiyimizi seçə bilərik. Əgər burada da bizə lazım olan yoxdursa, gəlib baxın, ətraflı hesabat formatları. Buradan gəlib artıq baxın, istədiyimiz valyutanı seçə bilərik. Hər bir valyuta var, kriptolara qədər. Və baxıram ki, cədvəllərimin yanında, rəqəmlərimin, yəni maaşlarımın yanında manat işarəsi görsənir. Yaxşı, bəs bu sıfırlar nədir? Bu sıfırlar, yəni vergüldən sonraki sıfırlar riyaziyyatdan bildiyimiz qədərilə sayılmır, yəni bir dəyəri yoxdur. Amma incə hesablamalarda qəpiklər də hesablandığına görə bu sıfırları bizim üçün göstərir. Bəs biz bunlardan xilas ola bilərikmi? Bəli, ola bilərik. Hamısını seçdim və burada baxın, belə bir iki funksiyamız var, sıfırları artırmaq və sıfırları azaltmaq. Sıfırlarımızı azaltdıq və indi Excel-in əsas funksiyalarından birinə gələcək. Ən sadə matematiksel hesablamalarımız. Yəni bunlar nədir? Əvvəlcə yan səhifəyə keçim. Hətta yan səhifədə ilə yeni bir sheet yaradıram və burada danışmağa başlayıram. Excel eyni bir kalkulyator kimi işləyir. Yəni riyaziyyatda edə biləcəyimiz 90% funksiyaları biz Excel-də edə bilərik. Ümumiyyətlə bütün hesablamalar bərabər işarəsindən başlayır. Hələ ki biz bərabər işarəsində deyilik, amma digər işarələrdən də başlayan funksiyalarımız var. İlk əvvəl başlayırıq. Deyək ki, biz bura misal üçün 2 rəqəm yazalım. 1 4 olsun, 1 9. Gəlsin, baxın, bu xanada bərabərdir yazsam, artıq bizim funksiyamız aktiv oldu. Yəni biz artıq hansısa hesablama işini görə bilərik. Baxın, gəlib burada 4-dür. Deyək ki, 4 üstəgəl 9 yazıram. Və enter toxunduğum an artıq mənim üçün hesabladı. Bir də var ki, mən gəlib bura 4 və 9 yazdım. Baxın, gəlib burada bərabərdir yazıram. Və baxıram, bu 4 hansı koordinatlarda yerləşir? D sütununda, 6-cı sətirdə. Yazıram D6. Üstəgəl, baxın, gördüyünüz kimi seçildi. Harada yerləşir? 9. F sütununda 6-cı sətirdə. F9. F6.
İndi enter vurarsan, baxın bunun da cavabı oyuncusu oldu. Yaxşı, bəs bunların fərqi nədir? Fərqi odur ki, mən burada bunu dəyişsəm heç bir fərqlənmə olmur, amma burada artıq bunu 8 edərsəm, baxın bu da avtomatik olaraq dəyişir. Yəni biri asılı funksiyadır, biri isə sabit funksiyamızdır. Baxın burada. Yaxşı, bəs bunun daha rahat yolu varmı? Əlbəttə var. Bərabərdir yazıram, baxın. Gəlib xananı, belə deyək, koordinatlarını götürməkdənsə, gəlib xananın üzərində toxunub bunu seçə bilərəm. Üstə gəl və bu formada baxın, yenə də D6 plus F6 oldu. Yəni belə çıxır ki, artıq biz istənilən riyazi hesablamanı xanaları seçərək də edə bilərik. Eyni formada bölmək, vurmaq, bu işarələr hamısı da keçərlidir. Vurulsun tutaq ki, 72. Eyni formada çıxada bilərik, Excel mənfilər də tanıyır. Eyni formada bölərsək də bizə belə bir onluq kəsir formatında verəcək. Əvvəlki işimizə qayıdırıq. İndi deyək ki, bütün maaşlarımızı biz misal üçün 50 manat artırmaq istəyirik. O zaman bəs necə edərik? O zaman belə bir format edə bilərik. Bərabərdir yazıram. Hansı maaşı artırmaq istəyirəm seçirəm. Baxın. Amma normalda bütün maaşlarımızı artıracaq da düzdür. F4'ü seçdim. Harda yerləşir? F sütununda 4-cü sətirdə. Üstə gəl yazıram. 50 yazıram. Yəni artırmaq istədiyim miqdar. Enter toxunsam avtomatik olaraq baxın 664 verdi. Yəni 614-ün üzərinə 50 gələrsəm 664 edir. Yaxşı, bəs mən bunların hamısını bir-bir etməliyəm? Yox. Niyə? Baxalım. Baxın, buradakı işarədir ki, bizim üçün kopyalamaq üçün istifadə olunur. Amma indi bir-bir çəksəm görərəm ki, baxın 564-ün üstünə 50 gəldi, 614 etdi. İndi aşağı çəksəm görərəm ki, hamısını hesabladı. Baxsam 1436 üstə gəl 50, 1486 edir. 646 üstə gəl 50, 696 edir. Yaxşı, bəs bu necə oldu? Necə oldu ki, hesabladı, kopyalamadı bu səfər. Baxıram, 664 biz necə yaratdıq? Tərkibinə 2 dəfə toxunaq baxsam, F4 üstə gəl 50. Baxın, yuxarıda formula var bölməmizdə də göstərir. Yaxşı, deyək ki, bura olur F4 üstə gəl 50. Bərabərsiz qoydum deyə hesablamadım. Tekst kimi qəbul edin. Belə çıxır ki, burada biz sağ küncdəki funksiyanı aşağı çəksək, baxın, tərkibinə baxın, F5 plus 50. 50 sabit qaldı, amma F4 oldu F5. Niyə F4 F5 oldu? Baxın, F sütunu aşağı çəkildiyə sütun dəyişmir. F4 araydı bura. Bir aşağı gəldi, artıq buradakı 4, baxın, bunu keçdi 5 oldu. F5 oldu. Eyni formada da bunları da aşağı çəksək, görərik ki, misal üçün bu neçə olacaq? F11. Misal üçün bu neçə olacaq? F9. O zaman belə bir nəticəyə gəlirik ki, biz bərabər qoyduqdan sonra mouse'umuzla və ya belə deyək ki, mouse'umuzun göstəricəsi ilə seçdiyimiz xana olur dəyişən xana. Amma əllə yazdığımız hər hansı ədəd isə olur bizim sabit xanamız, yəni sabit məlumatımız. Amma belə bir nüans da var ki, mən gəlib misal üçün F6-nı əllə yazsam, bu hələ də dəyişəndir. Bu bizim üçün sabit deyil. Sadəcə bu formada yazdığım ədədlər və rəqəmlər sabit olur. Əgər ki, misal üçün mən burada yazsaydım, bərabərdir 614 üstə gəl 50, hər ikisi sabitdir, baxın. Və aşağı çəkərsəm, hamısı kopyalanacaq. Məlumatı geri alıram. Deyək ki, misal üçün maaşlar indi 50 manat azaldırıq, xanamı seçirəm, asılı xanamız çıxılsın 50. Baxın, hesabladı və buradan 2 dəfə toxunsam, artıq avtomatik olaraq edəcək. Yaxşı, bəs niyə 2 dəfə toxunduqda aşağı çəkmədik? Baxın, əgər bizim sütunumuzun solunda və ya sağında məlumat varsa, mən toxunduğum, yəni sağında və solunda məlumat varsa, 2 dəfə bura toxunarsam avtomatik olaraq məlumatlar doldurulacaq. Yox, əgər ki, baxın, sütunu götürürəm, dedik ki, bu xətt neynirdi? Bu bizim üçün yerini dəyişmək köməklidir, yəni Ctrl-X əvəz edir. Baxın, nə solunda məlumat var, nə sağında. Amma gəlib bura 2 dəfə toxunsam, işləməyəcək. Aşağı çəksəm, işləyəcək. Ctrl-Z ilə geri aldım. Belə bir nüansımız da var ki, bu xana bu xanadan asılıdır. Baxın, bu xananın tərkibində F4 minus 50. F4 aradım bu. Yəni F4 olmazsa bu xananın dəyər 50 olacaq. Niyə mənfi 50 yazdı? Çünki biz bura mənfi çıxılsın işarəsi qoymuşuq. Eyni formada vurma bölmədə işləyir. Böyük rəqəmlərdə hesablamada problem yoxdur. Bu günlük hələ ki biz Excel'in ən sadə funksiyalarından danışdıq, müəyyən hesablama işlərindən danışdıq. Artıq gələn dərsimizdən biraz daha işləri artıracaq.